Hörmətli xanımlar və bəylər, dəvətimizi qəbul edib bugün tədbirə qatıldığınız üçün sizə təşəkkür edirəm. Müsavat Faydasına. Bilirsiniz ki, bugünkü tədbirimiz ölkədə siyasi məhbuslar problemi həsr olunmuşdur. Azərbaycanın ən böyük problemlərindən biri, ən üzdə açıq şəkildə görünən problemlərindən biri və belə birincisi siyasi məhbuslar problemi. Ölkədə yüzlərlə siyasi məhbus var. İnsan Hüquqları Müdafiəçiləri bu rəqəmin artıq 400 civarında, 400-dən çox olduğunu da deyirlər. Və təbii ki, bu hamımızı və Müsavat Partiyasını narahat eləməyə bilməz. Biz bu məsələni hər zaman diqqətdə saxlayırıq və bütün siyasi məhbusları müdafiə edirik. Onların siyasi mövqeyindən, fəaliyyət sahəsindən asılı olmayaraq, siyasi massivlərlə həbs edilən, haqsız həbs edilən bütün insanları müdafiə edirik. Hətta onların bizə münasibətindən asılı olmayaraq da, çünki insan hüquqları, insan azadlıqları bizim üçün ən böyük dəyərlərdən biridir, ən önəmli dəyərlərdən biridir. Və siyasi məhbusların sayı o qədər çoxdur ki, məhkəmələri çatdırmaq olur. Çalışırıq iştirak edək məhkəmələrdə, görürsən ki, hər zaman istədiyimiz qədər iştirak edə bilirik. Bir dəfə burada yadınızdadır, Tofiq Yavuzlu məsələsində bir araya gəldik və kifayət qədər samballı, yaxşı bir tədbir keçirdik. Və sonra da həmin tədbirin nəticəsində həm Tofiq bəyin ailə üzvlərinin fəaliyyət nəticəsində faktiki olaraq Tofiq bəyi biz ölümlərindən ala bildik. Amma onun zindan problemi həll olunmuyor. Digər məhbusların zindan problemi həll olunmuyor. Dediyim gibi bizi bütün məhbusların tarihi narahat ediyor. Xüsusən də gənclər, xanımlar, səhhətində problem olan insanlar. Ona görə də hesab etdik ki, bir daha bir araya gəlib, birlikdə bu mövzunu müzakirə etmək və mövqeyimizi bir daha bəyan etmək yerinə çıxır. Yəni, məqsəd bir tərəfdən siyasi məsələsinin aktuallığını qüvvədə saxlamaq. Eyni zamanda bir bəyanat layihəsi hazırlamışıq, o da təqdim ediləcək və qarşıdan 8 noyabr Zəfər günü yaxınlaşır. Bu bizim hamımızın bayramıdır, bütün millətin bayramıdır. Və bu zəfəri bütün xalqımız bir yerdə əldə edildi. Döyüşə gedən qəhrəmanlarımız bir-birindən soruşmurdular ki, hansı partiyanın tərəfindədir. Bilirdilər ki, döyüşə gedirsə, döyüşdə işlə gedirsə, bu vətəndaşdır, vətənə bağlı adamdır, vətənpərvər insandır, haqqın, ədalətin, millətin yanındadır. Və indi də hesab edirik ki, hakimiyyət bu tərsliyə son qoyub, 8 noyabr bayramı münasibəti ilə bütün siyasi məhbusların azadlığa çıxması ilə bağlı qərar verilməlidir. Onların bir hissəsi əf fərmayı ilə çıxa bilərlər, bir hissəsi iqdam verilməklə işlərin azadlığa buraxıla bilər, bir hissəsi başqa üsullarla. Hakimiyyətin əlli üsullar çoxdur. Yəni, siyasi sifarişlə, siyasi qərarla həbs edilibdir. İstəsələr, siyasi qərarla da bütün siyasi məhbusları azad edə bilərlər. Düzdür, hakimiyyətin başı biraz qarışıqdır. Başları Ramiz Mehdiyev məsələsində qarışıqdır. O qədər qarışıq başları ki, Ramiz Mehdiyevin vətənə xəyanət və digər ağır ittihamlarla hazırda gündəmdə olmasından narahat olub, bunu müxalifətə calamaq istəyirlər. Hətta o həddə çatdırıblar ki, Müsavat Partiyasının və Xalq Rəhbərliyi Partiyasının Azərbaycan siyasi səhnəsindən silinməsi ideyasını ortalığa atıblar. Absurdun absurdu. Vətənə xəyanətdə itham edilən Ramiz Mehdiyev YAP Partiyasının rəhbərlərindən biri olub hər zaman. Onunla bir yerdə bu prosesdə iştirak edən, onun yaxınları, onun təyin etdiyi icra başçıları, onun təyin etdiyi deputatlar, onun təyin etdiyi müxtəlif məmurlar %90-dan yuxarı yəqin ki, yapın üzvləridir. Bugün ölkədə siyasi məhbusların təsnifatları aparılır, bunu mütəxəssislər bizdən daha yaxşı bilirlər. İctimai siyasi fəallar,
jurnalistlər, təşəkkür edirəm. Jurnalistlər, vətəndaş cəmiyyət nümayəndələri, Tərtər məhbusları, Gəncə məhbusları və s. dindar kəsim, amma siyasi məhbuslardan əlavə məhbusların önəmli bir hissəsi korrupsiya məhbuslarıdır. Korrupsiya əməllərinə görə 100 milyonlarla, 10 milyonlarla pul oğurlayıb həbsə düşən insanlar. Bunların əksəriyyəti yaxın üzvləridir. Nətər oldu ki, dövlət çevrilişində iştirak edən yaxın rəhbərləri və təmsilçiləri, korrupsiya əməllərinə görə qanun qarşısına çağıran şəxslər, yaxçılar, ancaq siyasətdən silmək lazım gələndə cəhbə ilə müsavat yaradılır. Yəni, burada xeyli məntiqsiz, absurd məqamlar var. Ancaq bugünkü tədbirimizin məqsədi bu mövzuları aktuallaşdırmaq deyil, sadəcə yeri gəlmişkən dedim. Hər halda biz hesab edirik ki, hakimiyyət bu yanlış davranışa son qoyub, siyasi məhbuslarla bağlı prinsipial qərar verməlidir. Bunun həm dediyim kimi millətin belə vəziyyətə layiq olmadığı, millətin azad, rahat, firavan yaşamağa layiq olduğu əsaslandırır. Həm dünyadakı dəyişim prosesi əsaslandırır. Dünya dəyişim dövrünü yaşayır və Azərbaycan da dəyişməyə məhkumdur. Və bu dəyişim prosesi də azadlıqların bərqərar olmasından başlamalı və keçməlidir. Ona görə də bizim bugünkü tədbirimizdən məramımız budur. Mən həm ictimai-siyasi partiyaların ictimai-siyasi təmsilçilərini, həm hüquq müdafiəçilərini salamlayıram. Xüsusən də məhbus ailələrindən gələn qonaqları salamlayıram. Sağ olun ki, gəlmişsiniz. Bilin ki, biz sizlə bir yerdəyik və bütün bu proses yekunlaşana qədər də sizlə bir yerdə olacağıq. Əlimizdən nə gəlirsə siyasi məhbusların azad olmaları üçün də, o vaxta qədər də mümkün qədər hüquqlarının qorunması üçün də edirik, edəcəyik, etmək niyyətindəyik. Təşəkkür edirəm. Burada bugün xüsusi bir senar hazırlamamışıq. Sərbəst şəkildə kimin qeydi, təklifi var, işləmək istəyir, başlaya bilər. Yəni, ən təcrübəli siyasətçilərdən biri mən burada, həm də ən təcrübəli siyasi məhbus ailəsi nümayəndələrindən biri Hüseymur Bey'dən başlayır. Buyurun Hüseymur.